Mən bilirəm ki, sizin adınız son illərdə neçə nəfərə qoyulub. Necə? Gəlin sizə də öyrədim. Bu məlumatı öyrənmək üçün Azərbaycanda rəsmi bir sayt mövcuddur. Əvvəlcə brauzerinizə daxil olun. Adlar üzrə statistika yazaraq axtarış edin və Ədliyyə Nazirliyinə aid sayta keçin. Saytda son 5 ildə və ya konkret illər üzrə uşaqlara ən çox qoyulan adların statistikasını görə bilərsiniz. Öz adınızı yoxlamaq üçün isə adlar üzrə axtarış bölməsinə adınızı yazın və axtar düyməsinə klikləyin. Nəticədə həmin adın və bənzər adların illər üzrə neçə dəfə istifadə olunduğunu saytda görə bilərsiniz. Bundan əlavə, saytda adınızın mənasını da öyrənmək mümkündür. Bunun üçün adların mənası bölməsinə daxil olun. Cinsinizi seçərək adınızı yazın və axtar sözünə klikləyin. Bu zaman sayt sizə həmin adın mənşəyi, mənası ilə bağlı maraqlı məlumatlar təqdim eləyəcək. Videonu maraqlı və fərqli ada sahib olan dostunuza göndərməyi, həmçinin yadda saxlamağı unutmayın. Azerselin təqdimatında daha çox belə faydalı məlumatlardan xəbərdar olmaq üçün isə səhifəmizi izləmədə qalın. Hələlik!